Bəli. Aha, yaxşı. Bəs belə deyək də mənimsə handbol idman oyunda bir komandaya maksimum neçə sarı kart göstərmək olar? 3. Bir komandaya 3 dənə. Bəs bir oyuncuya? 1 dənə. Bir oyuncuya bir dənə. Bir oyuncu bir dənə sarı kart aldıqdan sonra yenidən qayıda pozuntusu eləyərsə oyun necə davam edəcək? Bir oyuncu yenidən qayıdıb 2 dəqiqəli çıxırdı məndə. Aha, 2 dəqiqəli çıxırdı. Oyuncu dəyişikliyi düzgün yerinə yetirilmədikdə nə olur? Onda da 2 dəqiqəli çıxır. Ay sol, onda da 2 dəqiqəli çıxırdı. 2 dəqiqəli cəzalar hissələr arası fasilədə bir-birinə keçirdi, keçmirdi. Bəli, bəli. Aha, Keçir. futbolda qapıçı əlində topu neçə saniyədən artıq saxlayarsa sərbəst zərbə olurdu. Sərbəst zərbə olmur, kücdən zərbə olur. Aha, 8 saniyə. 8 saniyə. Küşdən zərbədən neçə metr məsafə gözlənilməlidir? 9 yarım. 9.5. Aha, 9%15. Yaxşı. Bəs müəllim, futbolda mərkəzdən top oyuna daxil edər zaman oyuna başlayan komandanın bir nəfər oyunçusu da orada ola bilərmi? Hamısına aiddir mənim. Bir nəfər, yox, belə deyək də sizə oyuna başlayandan Bir nəfər başlayır. Aha. Bir nəfər başlayır. Bütün oyuncular 915 metr aralı olmalıdır. Yox, bir nəfər oyuncu mərkəzdə ola bilər futbolda başlayandan başqa içində. Bəli, 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 bəli. Aha, İçində ola bilər. aha, içində ola bilərdi. Yaxşı. Futbolda müəllim top zərbəni futbolda mərkəzdən Orada hücumçunun komanda yoldaşı olmalıdır, mərkəzə müdafiə olmalı deyil. ha, hücumçu, yəni top oyuna daxil eləyən. Rəqib saxlayır, bəli. Aha. Zaur müəllim, futbolda top mərkəzdən birbaşa zərbəni yerinə yetirən komandanın öz qapısına daxil olduqda oyun hardan başlayır? Kücdən zərbə olur. Aha, futbolda küşdən zərbədən qol varmı? Bəli. Aha, hansı standart vəziyyətlərdə birbaşa qol qeydə alınmır? Sərbəst zərbə, mübahisəli top, bir də yan xətt. Aha, mübahisəli topdur, bir də yan xətti. Yaxşı. Belə deyək də mənim sizə, yan xəttdən atılan top zamanı futbolda xətti tapdalaya bilərikmi? Bəli. Aha, bəs ayağımız tam içəri keçməsi qayda pozuntusu olaraq sayılır? Bəli, bəli. Handbolda, futbolda yan xəttdən atma düzgün icra olunmadıqda oyun necə davam edir? Rəqib komandaya verilir. Aha, rəqib komandaya verilir, rəqib komanda yan xəttdən başlayırdı. Futbolda qalib penalti seriyalarından sonra müəyyən olunarsa neçə dəfə püşkatma olacaqdı? 4 dəfə. Aha, 4 dəfə püşkatma olacaqdı. Mən birinci hissəni A başlayırsa, ikinci hissəni kim başlayırdı? Komandası. B başlayırdı. Qəşəng. Aha. Təşəkkürlər Zaur müəllim. Sağ olun. Çox Siz sağ olun.